Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və ənzəlnə ileykə zikra." Biz sənin üzərində zikri nazil etdik. "Litubeyyinə lin-nasi mə nuzzilə ileyhim." Biz sənə zikri nazil etdik ki, sən insanlara, onlara nazil olanı bəyan edəsən. Litubeyyinə, bəyan edəsən. Necə bəyan etsin? Quran nazil oldu. Və ənzəlnə ileykə zikra. Biz sənin üzərində zikri nazil etdik. Nə üçün? Bəyan eləyəsən. Necə bəyan eləsin Peyğəmbər s.ə.v zikri? Məsələn, ayə nazil olub ki, 3 nəfərin tövbəsi qəbul oldu. Bu ayəni Peyğəmbər necə bəyan eləsin? Ümumiyyətlə, bu ayə nazil olmamışdan qabaq məsələlər oldu. Bəli, hadisələr oldu. Hadisələr oldu. Ayə sünnəyə görə nazil oldu. Hədisə görə nazil oldu. Ona görə Peyğəmbər s.ə.v və ənzəlnə iləykə zikrə litubeyyinə mə unzilə ileyhim. Onların üzərində nazil olan mən unzilə ileyhim oradan. Mən unzilədir, mən unzilə ileyhim. Ləalləhum yetəfəkkərun. Bəlkə onlar düşündülər ki, sünnə lazımdır. Allah təala buyurur ki, biz sənin üzərində zikri nazil etdik ki, onlara nazil olanı, yəni Quranı bəyan edəsən. Biz sənə zikri nazil etdik ki, onlara nazil olanı bəyan edəsən. İki dənə şey nazil olub burada, qardaş. Biz sənə zikri nazil etdik ki, onlara nazil olanı bəyan edəsən. Açıq aşkar ayədir, Nəhl surəsi. Cəmaat namazında səhvdə dayanmağı hardan götürmüsən? İmam qabaqda dayanır, hardan götürmüsünüz bunu? Bəli. İmam qabaqda dayanır məsciddə. Hardan götürdü onu? Allah Teala deyir ki, imam qabaqda dayansın. Quranda elə ayə var, imam qabaqda dayansın. Nəfi? Yoxdur, Allah Rasulü qabaqda dayanırdı. Allah Rasulü qabaqda dayanırdı, o gündən qaldı ki, imam qabaqda dayanır. Bəyər, yəni Quranda ayə var ki, məsciddə imam qabaqda dayansın. Bəlkə imam ən arxada dayansın. Bəlkə ortada dayansın. Bəli. Və sonra Abdullah İmbarak deyir ki, yaxşı, zəkat necə verirsən? Nisabı necə ölçürsən? Bəli. Həmçinin, bu cavab verə bilmir. Həmçinin Quranla gedənlər gəlib balıq yeməsinlər. Çünki Allah da meyid əti haram eləyib. Sünnə isə istisna eləyib. İstisna eləyib balığı. Bəli. Onlar gəlib balıq yeməsin, çünki balıq da ölür, meyid olur. Aydındır, başı kəsilmir ki balığın. Məsələn, bir heyvan ölsə, məsələn, Allah hamıza yeməyi nəsib eləsin, cüyür. Bəli. Məsəl üçün, öldü. Sən onu yeyə bilmərsən. Artıq öldü. Gərək başını kəsərdin. Başını kəsərdin, sonra yerdin. Düzdür? Əgər başını kəsməmiş, qanı çıxmamış, öldürüb yiysən, bu sənin üçün haramdır. Çünki meyyit yiyirsən. Bəli. Elə deyil. Elədir. Allah Teala meyyit yeməyi bizə haram edib Quranda. Və Quranilər balıq yemir onda. Çünki balıq çıxır dənizdən, ölür. Nə üçün biz giyirik balığı? Çünki sünnə var. Bəli. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dənizin suyu təmiz, qidalar da halaldır. Bitdi. Ona görə onlar balıq məsələsi bəlkə yadlarına düşməyib. Yəni, əgərlərin bilmirdilərsə balıq yeməsinlər indən sonra. Çünki Quran-ı Kərimdə balıq yoxdur.